bağışlayan və mehriban Allahın adı ilə. Salam olsun əziz Peyğəmbərimizin ciyərparəsi İmam Hüseynə. Əziz müsəlmanlar, bildiyiniz kimi bu günlər İslam Peyğəmbərinin əziz nəvəsi İmam Hüseynin əza günləridir. Xalqımız tarix boyu bu əzəmətli şəxsiyyətin əzasını saxlayaraq Məhərrəmlik ayını matəm ediblər. Hətta böyüklərimiz buyururlar, 70 il Sovet İttifaqı zamanı Allahsızlıq təbliğ olunsa da xalqımız dinlərini qoruyub və İslam dininin əziz Peyğəmbərinin nəvəsinə əza saxlayıblar. O vaxtki dövlət məmurlarının təzyiqlərinə baxmayaraq, müsəlmanlar bu əzanı çətinliklə də olsa keçiriblər. Buyururlar, məscidlər ambar kimi istifadə olunurdu deyə ibadət və əzadarlıqlar evlərdə qeyd olunurdu. İmam Hüseyn əleyhissalama əza saxlayanda bir nəfərə kəfən geyindirib hazır saxlayırdılar. Əgər dövlət məmurları gəlib mane olmaq istəsəydilər, tez o kəfən geyinəni uzadıb, sanki ona əzadarlıq edirmişlər kimi davranırdılar. 70 il İslam dini ilə mübarizə apardılar. Axırda özləri aradan getdi. İslam dini ilə mübarizə Allahla mübarizədir. Allahla mübarizə aparan da özünü uçuruma aparır. Bəli, əzizlər, böyüklərimiz belə çətinliklə İslam dinini bizə çatdırıblar. Çalışaq, belə asanlıqla əldən verməyək.